Sosial şəbəkələrdə Lənkəran şəhərində Kaspi Kids uşaq bağçasında azyaşlılara qarşı şiddət göstərilməsi ilə bağlı video görüntülər geniş müzakirələrə səbəb olub. Paylaşımda müəllimin uşağın başına vurduğu, nəticədə balacanın başının qanadığı qeyd olunub. Mən özüm işdə idim. Mənə günorta radələrində evdən yığdılar ki, bəs uşaq başına xəsarət alıb. Soruşdum, hadisə necə baş verib? Dedilər ki, müəlliməsi səs atıb ki, WhatsApp vasitəsilə ki, uşağın başına başqa bir uşaq karandaş vurub. Bəs biz ona ilkin tibbi yardım göstərmişik. Getdim kursa, video görüntülərlə tanış oldum və müəllimə özümə boyun aldı ki, mən vurmuşam. Video görüntülərdə də mən gördüm ki, həqiqətən müəllimə ona qarşı onun su qabısı olub, plastik su qabı. Su qabı ilə 2 dəfə başına bilərəkdən zərbə endirib. Vurub və ona biganə yanaşıb, ilkin tibbi yardımı göstərməyib. Uşaq 2 saata yaxın hardasa o vəziyyətdə qalıb, köməksiz vəziyyətdə ağlayıb. Uşağı təcili yardım şöbəsinə aparmışam. Orada ilkin baxış keçirilib, ilkin tibbi yardım göstərilib. Sonra gətirmişəm gecə saat hardasa 12-11 radələrində uşaq yenə də vəziyyəti pisləşib. Uşağın 4 yaşı var. İndiyə qədər mən ona bir balaca bir toxunuş vurmamışam ki, uşağı ağlayır. Onun anadan gəlmə refleks qusması var deyə çox ağlayanda o qusur. Mənə təklif olundu ki, yəni uşağın ödədiyi bütün ödənişləri geri qaytaraq. Mən bundan razılaşmadım. Sonra şayiə yaydılar ki, güya ki mənim övladım orada 10 ay pulsuz oxuyub və mən nəyinsə acığım çıxıram. Dəfələrlə uşaq gəlirdi evə belə yararsız vəziyyətdə. Deyirdi ki, məni Arzu müəllimədir. Biz uşağa inanmırdıq. Dəfələrlə müraciət edirdi müəlliməyə. Biz kameraları izləməyə getmək istəyirdik, bizi qoymurdular izləməyə. Axırıncı bu məlumatımız bu uşağın başı partlayan vaxtında bildikcə, deməli uşağı yararsız hala müəllimə salırmış. Mayın 26-sında sonuncu xəsarəti olub, amma yanvar ayında uşağın başının dal hissəsindən ur kimi şiş çıxmışdı. Ondan neçə gün müddətdən sonra uşağın ağzına elə vurmuşdu, 3 gün uşağın ağzı yara tökmüşdü, partlamışdı, yemək yeyə bilmirdi. Yanındakı uşağa su qabından elə bir ki, başına vurub. Müəllimə də görüb ki, uşaq ağlayır. O da ona göstərmək istəyib ki, yəni uşaq ağlayır, yəni sən də ona vur, qoy uşaq rahatlaşsın. Bilməyərəkdən uşağın da sənəmə başında yara olub. O butulka dəyib başına, həmin o yaraya qanlayıb. Biz həmin gün, həmin dəqiqə müəlliməni işdən azad elədi, lazımi tədbirlər görülür. Hazırda həmin məsələ ilə bağlı Lənkəran şəhər rayon polis şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi